Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizə bugün Xırdalanda icra hakimiyyətinin yaxınlığında 4 nömrə məktəbin yaxınlığında 100 kvadrata məxsus olan paket qubcalı belə bir həyət evi ilə qarşınızdayım. Həyətimizə rahatçılıqla maşın daxil olur. İstilik sistemi kombinə təchiz olunub və bu evin tam ətrafına fırlanmağa, bax darvazası, həyətdə stol qoyub oturmağa, tam ətrafına fırlanmağa yeri mövcuddur. Yerdən də deməli 7-8 daş kürsüdədir. Gəl qardaşım, gəl. İşıqlarını görüm, yandıra biləcəm. Kəbli. Hə. Deməli, daxil olduq burada. Koridor hissəmiz gördüyünüz kimi hamısı istifa oldu. Bax, mətbəx mebeli yığılıb, pəncərələrin qarşısı hamısı açıq. Mətbəximiz geniş, çox gözəl, şəxsi tikilindən fərqi olmayan belə bir həyət evidir. Qardaşım, bax, gəl. Sağda bir otağımız. Bax, pəncərəsi də göstər. Bax, gəl bir dənə birə qoy qardaşım, izləyicilərin biləcək artıq. Bax, birə qoy qardaşım, bax, birə qoy. Gör harada gördünüz? Düz icra hakimiyyətinin, Xırdalanda icra hakimiyyətinin düz yaxınlığında. Burada da belə bir geniş, gör nə gözəl işıqlı Kərbəla. Bax, belə bir geniş qonaq otağımızdır. Görsən böyüklüyünü, 2 dənə pəncərə mövcuddur. Yəni qabağında heç nə bağlamır. Bax, lüstürünə qədər hamısı asılıb. Deməli, burada bunu göstərim, qoy səhv dəyişiklik düşməsin. Bax, burada belə bir üç kabinlə mövcud olan. Bax, böyüklüyünə bax qardaşım. Böyüklüyünə bax, gör nə boydadır. Yerdən də hündürdür həm də. Duşkabinlə mövcud olan hamam sanuzelimizdir. Burada da növbəti bir otağımızdır. Otağın da daxilində belə bir sürpriz var. Hamam sanuzel mövcuddur. Yəni nəzərə çatdıram. Xırdalanda 4 nömrə məktəbin icra hakimiyyətinin yaxınlığında full təmirli, paket, kupça, 100 kvadrat, 1,7 sotda, kombi sistemi, hər bir şeylə təchiz olunub. Bir dənə əşyalar yığ-yaşa. Cəmi cümlətanı 125.000 manat. Allah alana da, satana da xeyir versin inşallah. 114-dən baş olaraq hər birinizin xidmətindəyik, tələsin.